Bu, ailələrdəki ana-uşağı sindromu və şəxsi sərhədlərin qurulması mövzusuna qısa bir baxışdır. Ailə psixoloqu Nizami Orucovun fikirlərinə əsaslanan bu mövzu, ana ilə yetkin oğul arasındakı qeyri-sağlam asılılığın evlilikləri necə daxildən sarsıtdığını və bu vəziyyətdən necə xilas olacağımızı çox aydın şəkildə izah edir. Birincisi, gəlin əsas səbəbə baxaq. Problem sadəcə anaya olan sevgidə yox, kişinin emosional olaraq ondan ayrıla bilməməsindədir. Təsəvvür edin, böyümüş bir bitkini illərlə eyni kiçik dibçəkdə saxlayırsınız. Təbii ki, o, başqa yerdə heç vaxt kök sala bilməyəcək, elə deyilmi? Məsuliyyət qorxusu və ananın həddindən artıq himayəsi adamı beləcə əbədi oğula çevirir. İkincisi, baxın, məhz bu natamam ayrılıq evlilikdə dərhal üçüncü artıq effekti yaradır. Kişi ailənin sərhədlərini qoruya bilməyəndə, xanımı üzünü güvəndə yox, sanki kənarda, daim kimsə ilə rəqabətdə hiss edir. Bilirsiniz, bu nəyə bənzəyir? Təsəvvür edin ki, iki nəfər avtomobili idarə edir, amma arxa oturacaqdan kimsə dayanmadan sükanı ələ keçirməyə çalışır. İnanın mənə, belə vəziyyətdə qəza sadəcə qaçılmazdır. Nəhayət, həll yolu müharibə deyil, əsl psixoloji yetkinlikdir. Qadınlar qaynana ilə savaşmaqdan və ya kişiyə ultimatum verməkdən mütləq qaçmalıdırlar. Əsas iş elə kişinin öz üzərinə düşür. O, aqressiya ilə yox, tam qətiyyətlə sərhəd çəkməli və anasına səni sevirəm, amma bu mənim qərarımdır deməyi bacarmalıdır. Sərhəd qurmaq ailənizə müharibə elan etmək deyil, sadəcə öz evinizin qapısına qıfıl asmaqdır. Düz deyil. Sağlam və müstəqil bir ailə sistemi qurmaq üçün yetkin kişi anasının narazılığına dözməyi bacarmalı və öz evliliyini qurban vermək bahasına hamı üçün rahat oğul olmaqdan bir mənalı şəkildə imtina etməlidir.